də bir ansambulu təqdim eləmədim. Ansambulun hamısı Füzulidən gəlib, onu deyim ki, biləsən. Rəhbəri Çingiz qardaşın başda olmaqla, qrupun adı Mansur qrupudur. Hamısında bir adını demirəm, elə eşq olsun Füzulilərə, əziyyət çəkiblər, oradan gəliblər. Hamısını salamlayıram. Füzulinin bunlar qaymaqlarıdır. Oranın qaymaqlarıdır. Mansur qardaşımın ansambuludur. Öpürəm sizi, bağrıma basıram, həmişə bir yerdə olasınız. Bir aparıcı üçün çətin də bir ansambulu ayaqda saxlamaq. Düzdür, başqa müğənnilərlə də saxçılar, amma aparıcının da ansambulun olması çox yaxşıdır. Mən elə o mövzuya gələcəkdim, Manaf müəllim sağ olsun. Mən ilk növbədə bu qrupda işləyən, mən bunlara qardaş deyirəm, qardaşlarım var olsun. Allah hər birini var eləsin. Hər zaman mənim arxamdadır, dayağımdadır. Əgər icazə versə ad deyərdik. Adlarını da özləri deyirlər, sən də dedin. Hə, Çingiz Rövşənoğlu, Abbas müəllim, Ceyhun Hüseyin, Azad Pənahoğlu, Nicat qardaşımız, Talih qardaşımız var olsun. Var olsunlar. Və bunu da qeyd edim ki, Füzulidən bizi izləyən yaxın əzizlər var. Mən ilk növbədə atamı, anamı, qardaşlarımı, qardaşım övladları, bəli, qardaşım övladları, Lamiyə, Hüseyin, Nəzrin, Cavidan, əmim uşaqlar da var, amma onu qeyd edim ki, Rusiyadan bir əmim qız izləyir. Mən bunu mütləq deməliyəm, Mədinə. Onu da salamlayıram, əmimi. Və Füzulidən Bağban Kərimbəyli, başda olmaqla Füzuli musiqislərin hər birini salamlayıram. Hər birini bizə baxan. Əziyyətimizi çəkən Arzuman qardaşımız var olsun, Ziya qardaşımız var olsun. Salamlayıram, Bağban da toylar kralı olub. Yaxşı oxuyanlardandır, bizim köhnə oxuyanlardandır, ağsaqqaldır. Allah onun canı sağ eləsin. Amin. Mənim də bir təbii Qarabağlının Vətən Sevgisi adında bir kitabı çap olunub. Xeyirli uğurlu olsun inşallah. Mənsur yeni çapdan çıxıb və sırf vətənlə burada bir neçə şeirlər var. Niyə adın Vətən Sevgisi? Sənin bir neçə kitablarını görmüşəm, mənə təqdim eləmirsən. Biri də var idi deyəsən. Yox, birinci kitabdır. Birinci deyil. Amma keçən dəfə yox, ustadının kitabını mənə gətirmişdi. Mən onu qeyd edim ki, Vətən Sevgisi ona görə ki, mən vətənimə, elimə, obama, şəhidlərimizə böyük hörmətlə, ehtiramla yanaşıram. Vətən mənim üçün tək coğrafi məkan deyil. Vətən mənim üçün keçmişimizdir, gələcəyimizdir, dilimizdir. Ona görə də mən elə fikirləşdim ki, kitabın adını Vətən Sevgisi qoysam daha məntiqə uyğun olar. Hazırla bu kitabdan olan şeirlərdən birini deyəcəksən məsələn, yoxsa? Yox, bu kitabdan olan, bəli, bu kitabdan olan şeirdən deyəcəm, elə mənim Ustad Füzuli rayonumuzun dəyərli sənətkarı Manaf Ağayevə həsr etdiyim bir şeiri deyəcəm birazdan, amma... Manaf Ağayevə şeir həsr eləmişsən? Bəli. Hansıdır o? Baxım hələ. Bu, ey ana vətənin doğulu. Manaf Ağayevə şeir yazanlar çox olub. Bu da Mənsurdan sizə. Nədir İlviyə orada? Manaf müəllim, nədir problem? Dün axşamki məclisdən danışdım. Proses verib, onu aydınlığın gətirdim. Problem var idi. Manaf Ağayev orada olsa problem olmaz. Yox, elə problem yox. Problem ola bilməz. Oxu Ay Manaf adlı bir şeir yazıb sizə. Birisini də oxusun, qulaq asaq görək. Mən onu qeyd edim ki, mən onu qeyd edim ki, bu şeiri Vətən müharibəsindən qabaq yazmışdım. Aha. İndi buradan o şeiri səsləndirək. Hə, götür o mikrofonu müşahidə eləsin. Manaf Ağayev özü də oxuyacaq elə şeirdən sonra. Xoş sözlər eşitdim dinləyən kəsdən. Oxuyur həm zildən, həm də ki pəstdən. Dinlədikcə doymaq olmur bu səsdən. Duydum səsindəki ay Manaf. Oxu Qarabağdan, oxu ay Manaf. Arzuya, niyyətə çata bilmirik. Ürəkdən dəqqəmi ata bilmirik. Vətən həsrətindən yata bilmirik. Ərşə səkilibdi yuxu ay Manaf. Oxu Qarabağdan, oxu ay Manaf. Dağların başını duman alıbdı.
Vətənim düşmənə əsir qalıbdır. Mənsuru bu həsrət xəstə salıbdır. Füzulim darda da ay mana, oxu Qarabağda, oxu ay mana, oxu ay mana. Azər dilinə qurban olum mən. Azər dilinə qurban olum mən. Mənə lay lay çalmışdı anam bu dildən. Yüzde penleyen car çekip yar diyenen ben. Yüzde penleyen car çekip yar diyenen ben. Min defa yanışam yanan bu. Füzulisiz kəsən ömrü bilin hədər yaşamışam. Neçə ildir ürəyimdə dərdi qəmi daşımışam. El obasını itirməyən bizi başa düşər sətin. 30 ilə yaxınlı ki nələr çəkib bu millətin. Doğma kəndim Mahmudluya ayaq yalın qaçım gedim. Udum kəndin havasını quru çay mən seyr edim. Qəlbimizə dağı çəkib dərdi qəmi bitirmişik. Xaliq, intiqam, mahiri cavan yaşda itirmişik. Vətən haqda şeirlərin hər bəndinə qurban olum. Doğma elim Füzulimin hər kəndinə qurban olum. Hər kəndinə qurban olum. Nesimi tek soysam düzenem ben, düzenem ben. Nefsimi tek soysam düzenem ben, düzenem ben. En aksiyatçı yeri köy becerem ben. Füzuli'nin gecelinde gezenem ben. Füzuli'nin gecelinde gezenem ben. Vurgun leykerin yonan bu dilde. Aman 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 aman. Birləşdi bənzərdi bir coşkun sələ. Sanırdın ki dağlar verib əl-ələ. Dolaşıb dünyanı gəzsən də böyle tapılmazdı bir misali kəndimin. Sührəsi bol idi ruzu halal. Körpəsində vardır əql ilə kəmal. Qocası ozandı gəncir üstəmzal. Quş dili bilirdi valı kəndini. Qəmbərin fikrini bilmək istəsən, heç nəyə dəyişməm dünyanı versən. Allah izin versə qovuşa bilsəm, olacam köləsi qulu kəndimi. Sücayetim bu dil saadetimdir. Bu dilsiz şeyler vallah yetimdir yetim. Bu dil benim özümün saadetimdir. Min defa yak çeker yolum. Aman 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 aman. Hazin. Şemun aman.